Herkese bugünkü mövzumuz 5-ci sinif ingilis dili, səhifə 72. Across the curriculum science, yəni təbiət elmləri ilə inteqrasiya olunub. What do you know about Jupiter? Jupiter haqqında nə bilirsən? By Mia Stone. Marvin Oatsman from 7th grade is our school's participant in this year's National Science Fair in Balmer. Deməli, Marvin Oatsman 7-ci sinif şagirdidir və bu il Baltimore'da keçirilən Milli Elm sərgisində məktəbimizi təmsil edəcək. Read the interview and learn more about Marvin and his work. Müsahibəni oxuyun və Marvin haqqında daha çox məlumat əldə edin. Congratulations, Marvin. Do you join our school's science fair every year? Təbriklər Marvin, hər il məktəbin elmi sərgisində iştirak edirsən? Thanks, yes, I do. Bəli, təşəkkür edirəm. Bəli, I think participation is very important. Məncə iştirak çox vacibdir. I'm crazy about science classes. Mən elmi dərsləri çox sevirəm. I'm crazy about ifadədir. Yəni nəyisə çox xoşlamağı, yəni colloquial speech-də, danışıq dilində işlədir ingilislər. Your work this year is about Jupiter. Why? Bu ilki işin Jupiter haqqındadır. Nəyə görə? Well, I like everything about the solar system and the planets, and Jupiter is a very special planet. Mən Günəş sistemi və planetlər haqqında hər şey sevirəm və Jupiter çox xüsusi bir planetdir. It's a gas giant made of hydrogen and helium. O, hidrogen və heliumdan ibarət nəhəng bir qaz topudur. Is it possible to see Jupiter from Earth? Yer kürəsindən Jupiteri görmək mümkündürmü? Sure, əlbəttə. When you look at the sky at night, you see the moon, you see Venus, and you see Jupiter too. Gecə səmasına baxdığınızda ayı, Veneranı və Jupiteri də görə bilərsiniz. That's fantastic. Bu möhtəşəmdir. What other things are interesting about Jupiter? Jupiter haqqında başqa maraqlı məlumatlar hansılardır? Oh, so many things. Çox şey. Jupiter has 79 moons and it has rings too, similar to the rings of Saturn. Jupiterin 79 peyki var və Saturnun halqalarına bənzər halqalar da mövcuddur. And there is the great red spot, a great storm in the atmosphere of the planet. Həmçinin Jupiterin atmosferində böyük bir fırtına olan böyük qırmızı ləkə var. Wow, awesome, vay, inanılmaz. Thank you, Marvin. Çox sağ ol, Marvin. And good luck at the National Science Fair. Və Milli Elmlər sərgisində sənə uğurlar. Thank you. Çox sağ ol. Deməli, burada nə deyirdi bizə? Look at the text title, design and images. What type of text is it? Deyir ki, mətnin başlığına, dizaynına və şəkillərinə baxın. Bu hansı tip bir mətindir? Check the correct answer. Hansı düzgündürsə, yəni hansını düzgün hesab edirsinizsə, ona tek işarəsi qoyun. Uşaqlar, videoya bura kimi baxmışsınızsa, kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Siz videoları bəyəndikcə və kanala abunə olduqca həm məndə motivasiya yaranır, həm də siz kanalda paylaşılan videolardan tez bir zamanda xəbərdar olmuş olursunuz. A blog post, xeyr, belə bir şey deyil, yəni blog paylaşımı deyil. An interview in a newspaper, bəli, qəzetdə bir intervyudur, müsahibədir, doğrudur. A discussion in an online form, online forumda diskusiya xeyr, bu da deyil. Deməli, doğru cavab. Read the title, başlığı oxu. What is the main topic of the text? Mətnin əsas topiki, əsas mövzusu nədir? Check the correct answer. A description of the planets, planetlərin təsviri xeyr. How to participate in a science fair, elm sərgisində necə iştirak etmək olar, odur xeyr, belə bir şey
məlumat yox idi. Information about Jupiter, bəli. Jupiter haqqında information. Read and listen to the text. Həmin mətnin dinləməsi uşaqlar istəsəz kanalımda da izləyə bilərsiniz, dinləməyə baxa bilərsiniz, istəsəz Dreams.edu saytında da baxa bilərsiniz. Okay. Dinləyə bilərsiniz. Okay, Marvin Oatsman studies in a school in Baltimore ya da Balmore da demək olar uşaqlar Amerikan variantında. Bu kitab Amerikan variantı olduğuna görə Balmore deyə bilərsiniz. Okay. Yes. Deməli, likes 7th grade science classes very much. Yes. The school science fair happens every year at the school. Bəli. Marvin's work is about Jupiter's moons. Xeyr. Marvin's work, Marvin'in işi deyir, Jupiterdəki aylar haqqındadır. Xeyr, bu deyil. Represent nümayiş etdirmək, təqdim etmək. His school in the National Science Fair. Bəli, öz məktəbini Milli Elm Sərgisində nümayiş etdirir. Read the text again and answer the questions. Mətni oxuyun və suallara cavab verin. What do you see in the sky at night? Səmada deyir, gecə nə görürsən? Orada oğlan deyir ki, the moon. Bütöv cavab da verə bilərsiniz. Belə qısa cavab da verə bilərsiniz. The moon, Venus and Jupiter. Does Jupiter have 77 moons? Xeyr. No, it doesn't. It doesn't. What is the great red spot? Böyük deyir, qırmızı ləkə nə deməkdir? O, deməli, Jupiterin atmosferində olan böyük bir tufan idi də. Belə demişdi. A great storm in the atmosphere. The atmosphere of Jupiter. Does Saturn have rings? Saturn'un halqaları varmı? Yes. Uşaqlar, sual nə ilə verilibsə cavabı da ondan veririk və qısa cavablarda deməli verilmiş suallarda əgər sualda ismlə verilibsə baxın isimdir. O ismi hansı əvəzliyə əvəz eləyə bilirsə onunla əvəz eləyib qısa cavabı ilə veririk. Yes, it does. Sualda does ilə verildiyinə görə does'la tamamlayırıq qısa cavabı. Answer the sentences with the expressions below. Suallara deyir, cümlələrə aşağıdakı ifadələrlə cavab verin. Congratulations, təbriklər, good luck, uğurlar. I have a difficult soccer game on Friday at school. Deyir ki, mənim cümə günü məktəbdə çətin idman futbol oyunum var. I hope we win. Ümid edirəm ki, qazanacağıq. O da qarşı tərəf nə deyə bilər? Good luck deyə bilər. Yəni uğurlar. Good luck. Yes. My report card this year has 10 A's. Deyir ki, mənim qiymət cədvəlimdə, baxın bu, qiymət kağızımda, məktəbdəki qiymət kağızımda deyir 10 dənə A var, yəni yüksək 5 deməkdir. O da deyir ki, təbriklər, congratulations. Şolabın qısaldılması da var, belə congrats. Danışıq dilində istifadə olunur, amma rəsmi yerlərdə istifadə oluna bilməz. Find expressions in the text that are similar to the expressions below. Aşağıdakı ifadələrə uyğun gələn, mənaca uyğun gələn expressionları, ifadələri deyir, mətndən tapın. Aha. Bad weather like a tornado or hurricane. Deməli, tufan və ya qasırğa kimi pis hava, a great storm. Yes, a great storm.
I really like, mən də oradan deyə xoşlayıram. I'm crazy about. Of course, sure. Amerikan variantında sure. Əlbəttə. Dear think, düşünün. Bunlara baxmırsınız. Fikir verirəm ki, bunlar ötürülür. Ona görə də məktəblərdə yəqin ki işləmirsiniz. Is there a science fair in your school? Deyir, sizin məktəbinizdə elm sərgisi varmı? Cavab verə bilərsiniz ki, bəli, yes, there is. Ya da xeyr, no, there isn't. Yes. Do you participate? Əgər varsa deyirsiniz ki, bəli, yes, I do. Cavab verirsiniz ki, yes, I do. İştirak eləmirsinizsə, no, I don't. Why or why not? Nəyə görə iştirak edirsiniz, etmirsiniz? Daha bunu özünüz cavab verə bilərsiniz. Bu isə videodur. Videoya baxanda deyir, bu suallara cavab tapın. How many planets are in our solar system? Yəni videoya deməli biz baxanda oradakı planetləri, sayılan planetlərin adlarını saymalıyıq. Deyir ki, bizim Günəş sistemimizdə neçə dənə planet var? Which planet is really hot? Hansı planet doğrudan da istidir? Gəlin dinləyək. Our incredible solar system. Yəni deyir ki, bizim inanılmaz Günəş sistemimiz. Incredible, inanılmaz deməkdir. When you look at the sky at night, what do you see? Gecədir, səmaya baxanda sən nə görürsən? Do you sometimes see the moon? Sən bəzən ayı görürsən. Both the moon and Earth are part of the solar system. Deyir, həm deməli ay, həm də yer kürəsi, Earth yer kürəsi deməkdir. Bizim Günəş sistemimizin bir hissəsidir. At the center of the solar system is the sun. Deyir, Günəş sisteminin mərkəzində Günəş yerləşir. The sun is a star. Günəş bir ulduzdur. Our solar system has 8 planets. All Deyir, bizim solar sistemimizin, Günəş sistemimizin 8 planets var. Yəni birinci sualın cavabını tapdıq. 8 planets. Deməli əvvəl 9 deyirdilər, indi 8 planet deyirlər. Plutonu yəqin ki planetlər sırasından çıxarıblar. Nəysə baxaq. All of these planets travel around the sun. Deyir, bütün bu planetlər Günəşin ətrafında fırlanırlar, səyahət edirlər. The planets close to the sun are called Mercury, Venus, Earth, and Mars. Deyir, Günəşə yaxın planetlər Merkuri, Venus, Venera, Yerkürəsi və Marsdır. They are small and they are Onlar kiçikdir və made of rock. Və onlar deyir qayadan düzəlib, yəni qayadan ibarətdir. The next planets are called Jupiter, Saturn, Uranus, and Neptune. Yəni növbəti planetlər Yupiter, Saturn, Uran və Neptundur. They are very big and Onlar çox böyükdür they are made of gas. və qazdan ibarətdirlər. Do you like the hot weather in summer? Sən də yayda isti havanı xoşlayırsan. On Venus, it's really hot. Bir Venerada bu orası çox istidir. Deməli ən isti planet Venus, yəqin ki Venusdur. Məncə Venus olmalıdır, çünki Merkuri ən yaxın olsa da orada Merkurinin elə formalaşıb ki, yəni özündə istiliyi saxlaya bilmir. Maybe you prefer cold weather. On Uranus, it's Deyir, bəlkə də sənin üçün sən soyuq havanı xoşlayırsan, Uranda isə deyir hava daha çoxdur. Deməli, which planet is really hot? It is Venus. Venus. Venus is really hot. Uran isə soyuqdur. incredibly cold. It is incredibly
cold, yəni inanılmaz dərəcədə soyuqdur orası. There is only one planet with life, Earth. Deyir ki, həyat mövcud olan yeganə planet yer kürəsidir. Why? Because there is water, and it's not too hot and not too cold. Burada deyir çünki su var və burası nə çox isti deyil, nə də çox soyuq deyil. Do you know why it's dark at night? It's because the Deyir bilirsiniz ki, nəyə görə gecə qaranlıqdır? Earth turns, and the sun is on the other side. Çünki yer kürəsi deyir fırlanır və günəş onun bir tərəfində qalır da, yəni. How long does it take the Earth to turn? 24. Aha, deyir ki, yer kürəsinin günəş ətrafında fırlanması nə qədər vaxt aparır? 24 saat, yəni bir gün. 4 hours, or 1 day. And it takes 365 days, or 1 year, to travel around the sun. Və günəşin ətrafında fırlanması 365 gün çəkir, yəni bir il. Look at the night sky tonight. What do you see? Bir gecə sən səmaya bax, gör nə görürsən. Deməli, sualların cavabını da tapdıq. My ideal school. Mənim ideal məktəbim. Yes. Aha, birinci tapşırığa baxaq. Deyir, read and listen to the presentation. Təqdimatı oxu və dinlə. Answer the questions. Və suallara cavab yaz. Gəlin oxuyaq. Uşaqlar. We use birdən ikini oxuyuram. This is it və budur. At my ideal school we study art, music and math. I love math. Deyir, mənim ideal məktəbimdə biz rəsm, musiqi və riyaziyyat keçirik və mən riyaziyyatı sevirəm. We don't study history, geography or science. Biz deyir, deməli, coğrafiya, tarix və kimya keçmirik. Science, uşaqlar görürsünüz, həm təbiət elmləri adlanır. Yəni, bizdə belə ayrı bir fən yoxdur. Xüsusi science adı altında bir fən yoxdur. Bizdə müxtəlif fənlərdir. Kimya var, təbiət elmləri var, həyat bilgisi var və s. We use our cell phones when we like. İstədiyimiz vaxtda telefonlarımızı istifadə edə bilirik. It has a cafeteria. We eat hamburgers, pizzas and ketchup. Deməli, orada deyir, bufet var və biz hamburgerlər, pizzalar və ketchup qəbul edirik, yeyirik. There is a gymnasium for all sports and a library. Bütün idman növləri olan idman zalı və kitabxana da var. Books are awesome. Kitablar möhtəşəmdir. It doesn't have a science lab. I don't like science. Orada deyir, kimya laboratoriyası yoxdur. Mən kimyanı xoşlamıram. What's your ideal school? Sizin deyir, bəs ideal məktəbiniz necədir? Does it have cool things? Orada deyir, qəşəng cool şeylər varmı? Bye. Və sağ ol. Okay, let's answer questions. Gəlin suallara cavab verək. Bir dənə bura look-a baxaq. Deyir ki, baxın. In the presentations, use icons to help people understand your message. Deyir ki, təqdimat hazırlarkən belə bu tipli deyir, ikonlardan, deməli, işarələrdən istifadə edərək insanların sizin təqdimatınızı asanlıqla başa düşməsini təmin edə bilərsiniz. Well, how many words are there on each slide? Hər sözdə neçə, hər slaytda neçə söz var? Yeah, let's count. Məsələn, birincidə 3-dür, ikincidə, yes, gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 13, 14, 15, 16, 16, 16. Slide 3'də 1, 2, 3, 4, 5, 6, 7, 7 dənə söz var. Uşaqları nəzərinizə çatdırım ki, artiklıdır, Z artiklıdır, söz önülərdir, indir, ondur və s.
və ya or bağlayıcısı görürsünüz. İki hərflər bir hərfdən ibarətdir. Bunlar ayrı bir söz hesab olunur. Slide 4. Dördüncü slide. 1, 2, 3, 4, 5, 6, 7, 8. Slide 4 has 8 words. Slide 5. Bu da bu uzunluğu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Bunu mən belə saymışım. Okay. 33. 32. Yox, 32. 32. Slide 6. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə. Do the images represent the ideas in the text? Deyir ki, oradakı image verilmiş şəkillər mətndə verilmiş fikirləri ifadə edirmi? Yəni üst-üstə düşürmü? Yes. Images isimli cəmdədir və cavab belə olur. Əvəzi ilə mütləq əvəzləyirik. İsmin özünü yazmaq olmaz. Yes, they do. Put the slide numbers in the correct place in the chart. Deyir ki, slaydın rəqəmi ilə cədvəldəki şeyi uyğunlaşdırın, yəni. Deməli, title slide 1-də verilib, bəli. Introduction təqdimat, yəni slide 2-də verilib. Sonra information isə uşaqlar slide 2, 3, 4, 5-də verilmişdi. 2, 3. Bu niyə belə yazdı? Yeah. Deməli yazıram slide 2, 3, 4, 5. Məlumat orada verilmişdi və conclusion, yəni yekunlaşdırma, yekun. Slide 6'da verilmişti. Plan a presentation about your ideal school. Deyir ki, ideal məktəbin haqqında təqdimat hazırla, planla. Think about the subjects you study at the places in a school. Və you study and the places in a school. Deyir, oxuduğunuz fənlər və məktəbdəki yerlər haqqında düşün. Make short notes on each slide. Hər bir slaytda qısa qeydlər apar. Write the first version of your presentation və öz təqdimatınızın birinci versiyasını yazın. Okay. Deməli, uşaqlar, oradakı suallara uyğun olaraq, baxın, siz də belə slide hazırlaya bilərsiniz. Google Slide-dan istifadə edərək. Məsələn, My Ideal School, mən sizin üçün bir nümunə hazırlamışam. Baxın, belə bir şey. 6 səhifədən ibarətdir oradakı kimi və birinci səhifə Introduction-dır. Welcome to my presentation about my dream school. Mənim deyir ki, xəyalımda olan məktəbə, yəni mənim idealım olan məktəbə xoş gəlmişsiniz. The school is fun, modern and a great place to learn. Bu məktəb əyləncəlidir, müasirdir və öyrənmək üçün möhtəşəm bir yerdir. İkinci slayda baxıram. İkinci slayd artıq, deməli, birinci slaydımız title-dır. Title, bu title gedir uşaqlar. Title. İkinci slayd gedir, deməli, bura, deməli, subjects we study. Bizim oxuduğumuz, deməli, subjectlər, yəni fənlər. In my ideal school, we study, deyir, mənim ideal məktəbimdə biz coding and technology, yəni kodlaşdırma və texnologiya, theater and music, teatr və musiqi, space science, siz bura istədiyiniz fənləri yaza bilərsiniz, məsələn. Kosmos elmləri və no boring subjects və heç bir sıxıcı fən yoxdur. İndi üçüncü slaydda isə yazmışam ki, bu da introduction-a aiddir, yəni təqdimata. Mən burada təqdimat deyirəm, information
məlumat olan hissəyə aiddir. School environment, yəni məktəbin mühiti. Smart classrooms with big screens. Deməli, böyük ekranlar olan sinif otaqları, ağıllı sinif otaqları. We are room to explore new places. VR room, yəni uşaqlar virtual reality gedir, ingiliscə adı, virtual reallıq. Burada 3D və müxtəlif deməli alətlər müasir texnologiya ilə təchiz olunmuş deməli otaqdır və burada uşaqlar bu otaqda olan təchizatlar sayəsində, məsələn, tarixi muzeylərə gedib səfər edirlər. Elə bil ki, siz necə otaqda, məsələn, sinif otağında oturublar, amma 3D deməli cihazlarla onlar sanki doğrudan da həmin mühitin içindədirlər. Zooparka gedə bilərlər heyvanların arasında, yəni özlərini o cür hiss edə bilərlər və yaxud da ki, kosmosa virtual olaraq səyahət edə bilərlər. Yəni ki, müasir deməli xarici olan məktəblərdə bu cür dərslər keçilir. A rooftop garden for relaxing. Yəni ki, binanın başında olan bağlar. Burada uşaqlar dincələ bilərlər, ağaclar olur, güllər olur, nə bilim, dincəlmək üçün yerlər olur, tərəvəz, bostan olur, yəni ki, gül bağçalar olur və s. Yəni ki, hər şeylə bütün təbiətdə olan gözəlliklərlə təchiz olunmuş bir bağ ola bilər. Yəni ki, o da Azərbaycanda yoxdur, amma yəni ideal məktəb xəyal qurursunuzsa, bunları xəyal edə bilərsiniz. Sonra school rules, məktəb qaydaları, no exams, imtahanlar yoxdur, learning should be fun. Öyrənmə əyləncəlidir. Yəni uşaqlar onsuz da təsəvvür eləyin ki, əgər bir məktəbdəki VR room var, rooms, siz yəni məktəbin içində interaktiv üsullarla dünyanı öyrənirsinizsə, elmləri öyrənirsinizsə, artıq uşaqların burada nə imtahana, nə məcburiyyətə ehtiyacı yoxdur və onların heç əslində öyrəndiklərini yoxlamağa da ehtiyac yoxdur. Çünki onlar həvəslə dünyanı kəşf edirlər, öyrənirlər və əsl 20-ci əsrə lazım olan şəxsiyyət kimi yetişə bilirlər. Hər şeydən məlumatlı olurlar və həvəslə öyrənirlər. Flexible schedules və ya schedules, no early mornings. Yəni flexible yəni flexible deməkdir. Rahat, əsnək cədvəl. Yəni hamıya uyğun ola bilən cədvəl. Məsələn, mən səhər oyanmaq istəmirəm, mən günorta gəlmək istəyirəm. Yəni hər kəsin hər növbəyə uyğun dərslər təşkil olunur və uşaqlar istənilən növbənin dərsinə qoşula bilirlər. Yəni bir gün məsələn səhər qoşulmaq istəsələr, səhər qoşulurlar, bir gün günorta qoşulmaq istəsələr, günorta və s. Yəni deyir, erkən yuxudan oyanmalar da yoxdur. We can listen to music while studying və təhsil alarkən, nəyisə öyrənərkən musiqi də dinləyə bilərik. Okay. Və bilirsiniz ki, elə coffee shop müziklər olur ki, bilməm, bilirsiniz, bəlkə bilmirsiniz. Bilmirsinizsə, yəni mən məlumat vermiş olum. Coffee shop müziklər olur, məsələn, xüsusi elə bir musiqilər olur ki, onlar insan beyninin neyronlarını aktivləşdirir və oxumağı daha fəal hala gətirir. Yəni, o cür musiqilər dinləyərək də oxuya bilərsiniz. Fun activities və əyləncəli fəaliyyətlər. The cafeteria has burgers, sushi and desserts. Deməli, kafelərdə burgerlər, sushilər və qəşəng desertlər olur. A gamer room with the latest video games. Ən çox yəqin ki, uşaqlar çoxu bunu arzulayar. Ən son video gamelərin, oyunların olduğu oyun otağı, xüsusi oyun otağı. A creative zone for art, music and science projects və rəsm, musiqi və elm layihələri üçün yaradıcı bir zona. Nə gözəldir. Your dream school. This is my perfect school. Deyir, bu mənim üçün mükəmməl bir məktəbdir. What about yours? Bəs səninki necədir? Would you like to study here? Sən burada təhsil almaq istərdinmi? Uşaqlar, siz burada təhsil almaq istərdinizmi? Belə bir məktəb istərdinizmi? Okay. Change presentations with a partner and check his/her work. Deyir ki, təqdimatları yoldaşınızla dəyişin və onun işini yoxlayın. Use the checklist below. Aşağıdakı deyir, checklistdən istifadə edin. Numbers of slides. Slaytların numberı sayı, yəni
Məsələn, mən hazırladığımda 6 slayd var idi. Title, introduction, information and conclusion. Title birinci idi. Sonra introduction ikinci idi və information 2, 3, 4, 5, 2, 3, 4, 5-də idi və conclusion isə 6-da idi. Number of words in each slide. Hər slaydda sözlərin sayı. Yəni uşaqlar, slide 1-də məndə 19 söz var. Birincidə. Bunu yazaq. Birincidə məndə oldu. Birinci slaydda 19 söz var. Yazıram, belə yazmalısınız. Düzdür. Bunu cədvəl kimi eləmək istədim. Deməli, yazıram ki, slide 1 19. Sonra slide 2 25. Sonra slide 3 yazmıram, slide sözünü daha siz yazsanız yazın. 20, slide 4 21 21 alt-alta yaza bilərsiniz. Slide 5 tez-tez yazıram, niyə sərəqəsiz biraz alınır. Slide 6-da isə 15 dənə söz var. Okay. Sonra bu da var. Bunu da elədik. Sonra images, şəkillər varmı? Mənim slaydımda baxın uşaqlar, şəkillər yoxdur. Amma iconslar var, bəli. Yəni işarələr var. Okay, review. Yəni təkrar. Gəlin bunun tapşırıqlarını edək. Match the beginnings of the sentences from 1 to 4 with the endings from A to D. Birdən 4-ə qədər olan cümlələri A-dən D-yə qədər olan sonluqlarla tamamlayın. I get up at 9, onu özləri verib. I have dinner at a restaurant. Deyir ki, bazar günləri restoranda yiyirəm. I take a shower. Axşam duş qəbul edirəm. I do my homework in the afternoon. Complete the sentences with the words below. Aşağıdakı sözlərlə cümlələri tamamlayın. Gəlin. Susanna plays. Bura video game sözləri verib. Arthur and Dylan watch movies. Lola listens to music. Çox asan salırlar tapşırıqlar əslində. I like to hang out with my friends. Yes. Look at the images and choose the correct words. Şəkillərə bax və düzgün sözü seç. I like physical education çünki topdur da. Sonra I hate music, musiqiyə nifrət edirəm. I don't like math, riyaziyyatı xoşlamıram. I love science, history. Mən history, tarix aiddir də piramidalar, ona görə history olur burada. Read the questions and answer them. Where do you go to? Clean your hands. Əllərini harda təmizləyirsən? Bəli, restroomda. Beyturaha. Neysə. Where do you go to have lunch? Harda deyir yemək yersən? Cafeteria yazırıq. Sonra where do you go to talk to a teacher? Müəllimlə söhbət üçün hara gedirsən? Müəllimlər otağına. Teachers lounge. Sonra where do you go to read a book? Kitab oxumaq üçün hara gedirsən? Library. Yəni cümlələri belə qura bilərsiniz uşaqlar. I go to, bax mən gedirəm. I go to clean my hands to restrooms, in restrooms. Belə. I have lunch in cafeteria. I talk to a teacher in teacher's lounge. I read a book in a library, ya da in the library. Make affirmative and negative sentences. Deyir, təsdiq və ya inkar cümlə qurun. They have dinner at home on Fridays.
Yəni mübtəda xəbər ardıcıllığına fikir veririk. Have dinner. Burada cümlə olduğu kimi qalıb uşaqlar. At home on Fridays. Yes. Üçüncü, Debbie a shower in the evening. Aha, Debbie. Uşaqlar, üçüncü şəxsin təki, ümumiyyətlə mübtəda təkdə olanda biz feilin sonuna s artırırdıq. Takes a shower. Cümlənin qalanın yazmıram. In the evening-i buradan özünüz yazırsınız. Edmund, baxın, inkar cümlə istəyir. İnkarı düzəltmək üçün nə edirdik? Mübtəda təkdirsə doesn't, mübtədadan dərhal sonra istifadə olunur. Yəni mübtəda ilə xəbərin arasında. Doesn't play soccer. Bir futbol oynamır at school. Yes. Sonra ask questions and give short answers. Suallar soruş, yəni suallar qur və qısa cavablar ver. Gəlin verək. Mübtədamız your frienddir. Ona görə cümlə nə ilə başlayacaq uşaqlar? Təkdədir. Does your friend have lunch? Evdə deyir, yeyirmi? Naharını edirmi? Günorta yeməyini yəni. Amerika variantında lunch. Günorta yeməyi. Have lunch at home. İndi deyir ki, burada bəlidir, təsdiq cümlədir. Yes. Əgər dostumuz kişi cinsidirsə, he yazacaq. Qadın cinsidirsə, she. İkisindən birini yazırsınız. Sonra sual nə ilə verilib? Does ilə. Does. Görürsünüz uşaqlar, burada your friend yazmadım. Yəni, qısa cavablarda, baxın, şərtlərə short answers istəyir. Yəni, qısa cavablarda heç bir zaman biz bura isim qoya bilmərik. Sonra üçüncü cümlə. Your parents cəmdə olduğuna görə do olur. Do your parents, sənin deyir valideynlərin help, heyvan mərkəzində köməyə gedirmi? Help at the animal center. Uşaqlar, baxın, indi bizdə burada təsdiq cümlə istəyir və bizim mübtədamız yenə də isimdir. İsim birləşmədir. Və isim deməli cəmdədir. Cəmdədirsə və deyir bəli deyin. Birinci yazırıq bəlini. Yes. Sonra cəmdədirsə bütün canlı cansız fərqi yoxdur. İsimlərin əvəzliyi, şəxs əvəzliyi zəyidir. Sonra sual do ilə verilibsə, elə do ilə də cümləni tamamladıq. Yes, they do. Sonra soruşur, yenə baxırıq, your teacher təkdədir. Cümlə ona görə does ilə başlayacaq. Does your teacher play the guitar? Gitarada ifa edirmi? Deyir, müəllimin gitarada ifa edirmi? Ne deməliyik ki, xeyr. Yazırıq xeyr üçün no, vergül, mütləq vergül olur və yenə də ismi birləşmədir və təkdədir. Əgər müəllim kişidirsə, he yazacağıq. Yox, qadın nəzərdə tutulursa, she. Yəni, ikisini də yaza bilərsiniz. İkisindən birini yaza bilərsiniz. Fərqi yoxdur, hansını yazırsınızsa. No, he və ya she doesn't. Və burada gördüyünüz kimi biz isimdən istifadə etmədik. Aha. Ask questions for the underlined words in the answers. Uşaqlar deyir ki, altına xətt çəkilmiş sözlərə sual verin. Uşaqlar, əgər bir cümlədə hansısa cümlə üzvünə sual veririksə, həmin cümlələr adlanır WH questions. Yəni, xüsusi sual cümlələri. Bu sual cümlələrinin cavabı konkret bir cavab olur və bunlara biz bəli, xeyir cavabı verə bilmərik. Bu cür sual cümlələrinin quruluşu sual sözləri hansılardır? Məsələn, yazıram when, where,
why, who, what və s. Bunlar hamısı sual sözləridir. Çoxdur əslində. What color, how many və s. Deməli, sual sözü gələcək. Yəni, bunlardan biri olacaq. Üstə gəl. Do və ya does, indiki sadə zamanda. Sonra gələcəklə mübtəda, sonra da xəbər. Aha. İndi gəlin sual verək. Baxın, bu quruluşdan istifadə edərək. İndi bax, bizə 7 AM deyir. 7 AM saat deməkdir. Ona görə saatı nə ilə soruşuruq? What time ilə və ya when ilə də soruşa bilərsiniz. What time və ya when. Sonra nə gəlməlidir uşaqlar? Baxın, do, does. İndi she-də üçüncü şəxsin təkidir də nə olmalıdır? Təklərdə, mübtəda təkdə olarsa does olur. Does. Sonra mübtədanın özünü yazırıq. Mübtəda budur, xəbər də budur. Sonra xəbəri yazıram. Vəssalam. What time does she get up? Vəssalam. Bu da oldu cümlə. Artıq hansı suala cümlə, hansı sözə cümlə, sual yazmışıqsa, həmin sözü cümlədə biz sual cümləsində istifadə etmirik. Çünki onu biz burada sual əvəzliyi ilə əvəz eləyib bura yazmışıq. Okay. What time does she get up? Və burada görürsünüz ki, uşaqlar, biz s istifadə etmədik. Nəyə görə? Çünki həmin s buradadır. Baxın, buradadır. Do-da əslində do feilidir. Biz ona s artırıb, amma does oxuyuruq. Do s oxumuruq. Uşaqlar belə görsən, do s deyirlər, olmaz. Aha. They play volleyball with their friends on weekends. Deyir ki, onlar həftə sonları dostları ilə voleybol oynayırlar. İndi play volleyball, voleybol oynamağa biz sual verməliyik. Yəni, Azərbaycan dilində necə verəcək bu suala? Sual, bu cümləyə sual. Onlar nə edirlər? Deməli, burada bizim sual sözümüz nədir? Nə? What? Sonra what z ilə nə işlənir? Do yoxsa does? Təbii ki, do. Sonra mübtədanı yazdım. Və görürsünüz ki, uşaqlar, burada xəbərə sual veririk.